Salamlar, mən Tünzadə Kərimova, uşaq və yeniyetmə psixoloqu, xanım isə Adilə İsmayıllı, klinik psixoloq və koç. bəli, biz bərabər bugün özgüvən haqqında müəyyən məlumatlar verəcəyik. Birlikdə bunu dialoq şəklində söhbətini aparacağıq. Bəli. Ümid edirik ki, faydalı olacaq sizlər üçün. Ümid edirik ki, siz də qoşularsınız bizim bu müzakirəmizə. Siz səhvsiz, siz ya da doğrusunuz deyə cavablarınızı gözləyirik. Çünki bəzi mövzular həqiqətən müzakirəyə açıq mövzulardır. Bildiyimiz kimi bu elm və texnologiya inkişaf edir, hər daim yeni tapıntılar olur deyə. Hər gün bu bizim dediklərimizə dəyişə bilər, hal-hazırda olan elm də dəyişə bilər. Ona görə də biz başlayaq. Özgüvən insanın öz bacarıqlarını, öz edə bildiyi şeyləri dəyərləndirməsi, necə dəyərləndirməsi və öz bilik və təcrübəsinə güvənməsidir. Bu da ümumiyyətlə özgüvəni bəzi psixoloqlar insanın fərdi şəxsiyyətinə, fərdi xüsusiyyətlərinə verdiyi dəyər kimi baxırlar. Məsələn, necə deyək, ümumiyyətlə biz fərdi şəxsiyyətimizi formalaşdırarkən nə edirik? Müəyyən bacarıqlar öyrənirik. Həyatda tutalım ki, adi uşaq deyək, balaca uşaq dünyaya gələndən sonra ilk dəfə yeriməyi öyrənir, daha sonra böyüyür. Nə bilim, danışmağı öyrənir, müxtəlif bacarıqlar əldə edir, müxtəlif şeylər öyrənir və bu prosesdə də onun özgüvəni yavaş-yavaş inkişaf edir. Yəni nə zaman özgüvənimiz inkişaf edir? Biz fərdi şəxsiyyətimizi, xüsusiyyətlərimiz artıq inkişaf etdikcə istər-istəməz özgüvənimizə də bu təsir edir. Bəli. Ümumiyyətlə özgüvənə düşünürəm ki, Adilə xanım, ailədə fərqli şəkildə olur, məktəb mühitində başqa cür olur, dostlar arasında özgüvən başqa cür olur. Məsələn, belə bir şey deyim də, indi musiqi aləti götürək, saksofon olsun, nə bilim, piano olsun. Bunu çala bilməyən bir uşaq, yəni ümumiyyətlə hər hansısa bir yerdə tutalım ki, bir piano var, ona görəndə heç vaxt yaxınlaşmayacaq ona, çünki çala bilmir və o çaldığı halda nə olacaq? Bacarmayacaq, çünki zaten bunu bilmir. Elə bir möcüzə də, sehirli dəyənək də yoxdur ki, o birdən-birə bunu öyrənsin və gəlib çalarsa, bu zaman nə olacaq, nə baş verəcək? Pis çalacaq və bütün insanlar ona qəribə gözlərlə baxacaq. Onun özgüvəni orada sınır. Zaten özgüvəni yoxdur, çünki bilmir. Məsələn, biz bir bacarığı bilməyəndə, amma bu demək deyil ki, bu insan özgüvənsiz insandır. Ola bilsin ki, bu bacarığa hələ yiyələnməyib də, amma özünə güvənən insan necə olur? Bu bacarığa yiyələnmək üçün artıq başlayır addımlar atmağa. Ki, mən artıq bunu eləyəcəm. Yəni, mənim düşüncəmdə özgüvən belə bir şeydir. Eyni zamanda bunu hər yerdə də belə deyirlər. Siz necə düşünürsünüz, Adilə xanım? Təşəkkür edirəm. Deməli, çox yaxşı vurğuladı Tünzadə xanım. Burada belə bir şey var ki, insanın öz dayağı da önəmlidir. Özgüvəninin formalaşmasında. Məsələn, həmin insan pianonu çalarkən insanların onu qınama ehtimalı var. Və bu insan, pianonu çalan şəxs, həmin o qınağa nə dərəcədə məna yükləyirsə, o qədər özgüvəni sınacaq. Burada biraz ailədən baxmaq olar ki, insan əgər nə qədər zəif nöqtələri ilə birlikdə qəbul edilibsə, məsələn, insan səhv eləyib, hansısa bir yaş dövründə, əsasən ki, bu uşaqlı olur, hansısa bir səhv etdiyi zaman, əgər çox qınanılıbsa, qəbul edilməyibsə bu səhv etdiyi zaman, sanki çox böyük abartı, böyük bir səhv etdi, yəni həyatı bitdi kimi bir reaksiya alıbsa uşaq, əlbəttə ki, bu zamanla uşağın özgüvəni, belə deyək, sınır, azalır. Axı, ailə mühitidir, anadır, atadır və yaxud da ətraf mühitində ən yaxınlarıdır. Yəni, bu doğma insanlar belə həmin insanı səhvləri ilə qəbul edə bilməyibsə, yəni insan səhvsiz ola bilməz, hər insan səhv eləyər, hər insanın problemləri də var, mükəmməl insan yoxdur. Və bu insandan mükəmməl olması istənilibsə, səhvləri ilə qəbul edilməyibsə, olduğu kimi
o sevilməyibsə və yaxud da bunu o elə qavrayıbsa, gələcəkdə də insanların qınağından çox qorxacaq. Bu da onun özgüvənini aşağı salacaq. Yəni demək istəyir ki, təməli ailədən. Əsasən ailədən, əlbəttə ki, bu sosial mühitin də təsirindən sonradan ortaya çıxa bilən bir şeydir. Amma hə, mən sizin dediyinizə çox qatılıram. Çünki bilirik ki, bizim bütün deməyək, çox problemlərimizin səbəbləri təməl ailədən. Problem də deməyək, xarakterik xüsusiyyətlərimiz, seçimlərimiz bağlantılı olur ailələrimizlə. Baxırıq ki, hər uşağın hərəkətlərini analiz edəsək, onun ailəsinin müəyyən qədər təsəvvürümüzə gətirə bilərik ki, artıq necə bir ailəyə sahibdir. Nə vaxt ki, məsələn, biz mərkəzlərdə də görmüşük də, nə vaxt ki, bir pasiyent gəlir və bu pasiyentdə baxırıq davranış pozuntusu var uşağın və valideynlərin özündə baxırsan hərəkətlərində falan uşağa nə qədər sevgi ilə, o qədər çox sevgi ilə yaxınlaşırlar ki, uşaq boğulur. Biz ümumiyyətlə ya Azərbaycan milləti mi deyim, ümumiyyətlə bizim millətdə orta yoxdur deyə düşünürəm. O qədər çox sevgi ilə yaxınlaşırlar ki, övladlarına. Ah nəsə olar, ah birdən orasına nəsə olar filan filan. Ya da ki, heç sevgi göstərmirlər. Bu zaman uşaq heç birində özünün güvəninə sahib olmur da. Bu uşaq düşünür ki, hə, məsələn, mən hətta bir uşağa şahid olmuşdum. Uşağın valideynləri o qədər hər şeyi eləyib ki, onun üçün. Oturur belə, məsələn, psixoloqdan da gözləyir ki, o onun üçün filan şey etsin, filan şey etsin. Əlin ora aparmağa, əlin kağızın üzərində aparmağa özünü belə təşviq də eləmir. Çünki tərcih eləmir, o qədər başqaları eləyib ki, onun üçün. Həm tənbəllik, həm özgüvənsizlik, kollektiv şəkildə ailələrin bu möhtəşəm, böyük sevgisindən sevməlisiniz övladlarınızı. Orada bir problem yoxdur zaten. Sevin. Də övladınızı düşünərək məntiqli şəkildə sevin. Sevginizi məntiqli göstərin. Artıq həmin uşağın da bir insan olduğunu və onun qərarları olmalıdır, onun seçimləri, onun hərəkətləri olmalıdır və bu sizin istədiyiniz kimi olmaya bilər. O insan artıq ayrı bir fərddir, bir şəxsiyyətdir. Siz onun üçün hər şey etdiyiniz zaman bu insan müəyyən qədər məsuliyyət alma bacarığı, mən bir şey etdim, mən bacardım kimi hisslərdən məhrum olur. Bundan sonra o insanda yəni özgüvən çox çətin formalaşar. Bəzən olur ki, öz sözünü deyir, əsir coşur tipisindən, amma bu egodan qaynaqlanan bir şeydir. Yəni bunun özgüvənlə əlaqəsi yoxdur. Sadəcə olaraq boş ego var həmin uşaqda. Və bu da sonradan necə olur? Özgüvən deyirik. Özgüvən olması üçün bir insanda ilk öncə nə olmalıdır? Öz. Bəli, bir öz yaranmalıdır insanda. Öz olmalıdır ki, sən özünü sevəsən, sonra özünə güvənəsən, özgüvən formalaşır. Amma belə ailələrdə artıq bir öz yoxdur. Həmin uşaqda bir öz formalaşmadığına görə, yəni necə özünə güvənə bilər, necə özünü sevə bilər ki bu uşaq? Hələ özünü bilmir, mən nə istəyirəm. Mən deyə bilmirsə, mənlik algısı yoxdursa bu uşağa formalaşmır. Bu zaman insan özünə güvənə bilməz, maksimum boş ego ortaya çıxa bilər ki, mənim üçün hər şey edildi tiplisindən. Məsuliyyət də ala bilmir. Yəni heç bir şey ümumiyyətlə o insana aid gəlməyə bilər, məsələn. Eynən, özgüvəni olmayan insanın siz demiş, məsuliyyət ala bilməmək kimi bir problem ola bilər. Yəni əgər mənim özgüvənim yoxdursa, deyəcəm ki, bu işi mən bacara bilməyəcəm də, mən bu işdən getməyim. Bacara bilməyəcəyimi düşünürəmsə, o zaman bura özümü aparmayacağam. Bu işə tərəf getməyəcəm. Getmədiyim halda nə olacaq? Yəni heç nə eləməmiş olacaq. Bəli, inkişaf çox zəif gedir. Tamam demirik, insan ümumiyyətlə özgüvənsiz. Ümumiyyətlə heç kəs özgüvənsiz deyil. Əgər bir insan özgüvənsiz olsa, ümumiyyətlə də, o zaman biz bu həyatda yaşaya bilmərik axı. Yəni bu yaşımıza gələ bilmərik biz özgüvənsizsə. Əlbəttə özgüvənimiz var müəyyən şeylərdə, amma o qədər az şeydə və yaxud da ki, nə qədər çox şeydə buna baxırıq. Məsələn, mən ailəmdə özümü apara bilirəm. Ailəmi dolandıra bilirəm, tutaq ki, bir kişiyəmsə və yaxud da bir qadınamsa, məsələn, övladlarıma doğru baxa bilirəm və yaxud da öz övladlıq vəzifəmi yerinə yetirirəm. Məsələn, bunu bir tərəfə qoyaq ki, mən burada özgüvənliyəm, çünki həqiqətən bacarıqlıyam. Universitetə girdim, nə bilim, akademik bacarıqlarım var, qəşəng, əla, özgüvənim şişdi. Sonra getdim, nə etdim? Piano ilə filan
elə belə elementar misallardır da. Tutaq ki, deyirlər, stres altında çalışmaq deyirlər, problem həll etmək deyirlər. Bu insan bir iş mühitinə daxil olur, artıq bu bacarığı öyrənir ki, mən necə bu qədər insanın içərisində işlədim, toplum içərisində işlədim, cəmiyyətə qarışdım. Özgüvən formalaşır. Artıq başqa bir işə rahat gedə bilir. Yəni ümumiyyətlə baxın, burada qeyd etmişəm, bir araşdırmalar aparıblar özgüvənlə bağlı. Kaggle deyə bir araşdırması tədqiqatçısı var. Ona görə özgüvən insanlığı deyir yaradan, insanlığı oluşturan kavramdır da. Yəni bizdə Azərbaycanda kavram nə idi? Anlayış. Anlayış, eynən. Anlayışdır. Həqiqətən şəxsiyyəti oluşduran anlayışdır. İnsanın özgüvəni olmasa, tutaq ki. Eynən, biraz əvvəl dediyimiz şeyə gəlir çıxır ki, yəni öz şəxsiyyət formalaşmalıdır bir insanda ki, özgüvən yaransın və çox zaman özgüvəndən egoda səhv salınır. Çox səhv salınır, amma tamamilə əslində ayrı bir şeylərdir. Fərqi nədir? Çox sual da əslində gəlib mənə ki, özgüvənlə ego nə fərqi var ki, yəni deyəndə bir şey yoxdur. Egoizmin kökü egodur. Aha, yəni özgüvən şu özgüvəndə sən özünü sevirsən, özünə dəyər verirsən, özünə hörmət eləyirsən və bununla bərabər qarşı tərəfə də hörmət eləməyi bacarırsan. Ki özünə hörmət eləyən biri hörmətin nə olduğunu bilir. Bir misal çəkəcəm. Məsələn, özünə hörmət belə pis çıxır, biraz absurd misal olacaq, amma anlaşılan olması üçün deyəcəm. Özünə müəyyən qədər hörmət etməyən, az hörmət edən bir insan düşünürük. Məsəl üçün, yatdığı yer belə bəlli deyil, nə bilim, insanın çox şey bəlli deyil. Yəni, özünə yaxşı bir şey etməyi çox bacarmayan bir insandan söhbət edirəm. Yəni, özünə dəyər verməyən, da biraz özünü lazımsız, əksik kimi hiss edən bir insan. Atıram ki, hər şeyin ən pisindən istifadə edir. Yanına bir özünə hörmət edən və dəyər verən, özü üçün hər şeyin ən yaxşısını istəyən biri gələndə, onu başa düşməyəcək bu insan ki, bu var da, niyə bunu istəyir ki? Məsəl üçün də, o görməmiş kavramı da buradan çıxa bilər. Ki, yəni, bu məndə var da, niyə? Bu şükür də ayrı söhbətdir bu arada. Özünə dəyər ayrıdır, şükür ayrı. Bunlar tamamilə ayrı söhbətlərdir. Və başa düşməyəcək ki, qarşı tərəf bunu niyə istəyir ki, nə anlam var, bunu bilməyəcək. Çünki özünə hörmət etməyən, özünə dəyər verməyən bir insan qarşı tərəfə də o hörməti verə bilməz. Çünki qarşı tərəfin özünə hörmətini anlamır. Anlamır. Bunun üçün də verə bilməz ona. Ona görə insan başqalarına hörmət etməsi üçün, başqalarına dəyər verməsi üçün, başqalarına güvənə bilməsi üçün ilk öncə özünə hörmət eləməyi bacarmalı, özünə güvənməli, özünə dəyər verməlidir ki, başqasına da dəyər versin. İndi ən başa qayıdıram ki, özgüvənlə ego. Özgüvən, özünə güvəndiyi kimi insanlara da güvənir və hörmət edir. Amma egoda, egonun altı boş olur. Yəni, heç nədən özünü ucaltma, necə deyim, yersiz bir şəkildə. Özgüvəndə müəyyən bir baza var. Bu insanın ciddi şəkildə özünə hörməti, yəni müəyyən artıq bir öz kavramına və statusa sahibdir, belə deyək. Egoda isə öz yoxdur. Boşluqdan gələn bir özünü isbatlama çabası da ola bilər. İndi o baxır hansısa ailədən və yaxud da çox buna ailədə necə deyim, sən bacarırsan, sən beləsən, olduğundan daha artıq göstərilir. Və insan içinə düşdüyü zaman hər kəsi özündən aşağı görür. Amma özgüvəndə belə bir şey yoxdur. Əksinə hər kəsi özün kimi hörmətli bilirsən. Hər kəs daha özgüvənli insan düşünür ki, hər kəs bacarıqlıdır. Mən özgüvənsiz insan düşünür ki, hər kəs bacarıqlıdır, mən zəifəm. Amma özgüvənli olan deyəcək ki, o bacardı, mən də bacaracağam. Ego nə deyir amma? Amma belə bir şey qeyd edeyim də. Məsələn, egoistin ego nə deməkdir? Ego nə deməkdir? Mən deməkdir də. Mənlik mənasını verir. Özgüvən də kökü nədir? Öz. Mən deyəndə biz məsələn nə edirik? Mən sözünü uşaq vaxtından öyrənirik biz. Mən demək, bu mənimdir deməyi və o şişir. Amma insanın özü onun daha dərini, sanki məndən daha dərin bir şeymiş kimi gəlir mənə. Hətta bu etimologiyanı araşdırsaq, məncə fərqli olduqlarını çox yaxşı anlayaq. Ego da iki form, bir terminoloji psixologiyadakı
id, ego, super ego. Aha, bir Oradakı o egodur. var, bəli. Bir o bizim indi danışdığımız ego, onlar əslində ayrı temalardır. Terminologiyadakı ego Freud'un nəzəriyyəsindən Aha, bəhs edirsiniz. Hə. O fərqli egodur. Orada Onlar ego ayrı. tənzimləyici funksiya daşıyır idlə super egonun, amma bizim digər indi bəhs etdiyimiz egoizm daha şiddətli, şişmiş mənlikdir. Burada indi Feltsin dediyi sözü təkrar etmək istəyirəm. Bu haqqda müzakirə eləyək, görək nə deyir. Özgüvəni belə general bir özəllik olaraq olmaqdan daha çox şəxsiyyətin bəlli bir aktivitəni bacarıqlı bir şəkildə yerinə yetirəcəyinə yönələn bir inanc şəklini tanımlayıb. Yəni deyir ki, özgüvən ki, adi bir özəllik deyil. Yəni bu kimsə bir xüsusiyyətidir, özgüvənidir falan deyil. Bu bir aktivitə olur. Məsələn, tutaq ki, bir hərəkətini nə deyək, nə örnək çəkək. Hələ pianodan getdikdə indi pianino çala bilir, bacarıqlı bir şəkildə yerinə yetirə biləcəyinə inancı var. Bu artıq onun üçün özgüvəndir. Yəni mən nə edirəm? Mən düşünürəm ki, mən məsəl üçün ingilis dili öyrənirəm hal-hazırda. Düşünürəm ki, mən bu ingilis dilini öyrənə bilərəm. İnancım var buna. Bir də var ki, onsuz da boş-boşuna gedirəm, öyrənməyəcəm və yaxud da ki, gedirəm də, yəni amma hər dəfə özümü belə günahlandırıram. Sən niyə bilmirsən? Biz özümüzə nə qədər yüklənsək də onsuz heç bir çarə tapa bilməyəcəyik. Nə deyirəm? Deməliyəm ki, mən inanıram ki, bunu öyrənə biləcəm. Və yaxud kitaba başlayıram, mən inanıram ki, bunu bitirə biləcəm. Nə bilim, adi yemək bişirirəm. Mən inanıram ki, bunu yavaş-yavaş daha yaxşı etməyə öyrənəcəm. Bu insanın edə biləcəyinə inancıdır. Gör nə gözəl bir şeydir. Mən bir şey edə biləcəyimə dair inancım var. Tamam, pianino bu yaxşı örnək deyil, çünki bilməyən insan onu necə eləyə bilər? Sadəcə X sınağı ola bilər. Amma orada belə bir insan bir şey öyrənir. Gəlir, toplum içərisində stereotipin aradan qaldırır. Öz narahatlığına, anksiyetəsinə güc qalib gəlir və insanların içərisində başlayır onu çalmağa, bacarıqsız şəkildə çalsa da, barmağı pianinoya dəymiş olur. Onun üçün bir təcrübə olur. Müsbət baxsa nə gözəl, mənfi baxsa təbii ki, öz dəyəri, özgüvəni düşəcək həmin şəxsin. Bəli. İndi bunun kökünə baxsaq, bir insan bunu necə etsin? Məsələn, elə insanlar edir, elə insanlar etmir. İndi bu nədən qaynaqlanır? Bu ona gətirib çıxarır ki, bir insan öz zəif nöqtələrini və bacara bilmədiyi şeyləri qəbul etdiyi zaman ortaya çıxır. Məsələn, mən piano çalmağı bilmirəm. Bəli, bilmirəm və bunu qəbul edirəm. Ki, mən piano çala bilmirəm. Və bunu hər kəs də bilsə, mənim umurumda deyil. Mən bunu qəbul eləmişəm də. Yəni, o qədər 150 nəfər, 200 nəfər adam da bilsə ki, mən piano çala bilmirəm, mənə təsir etməyəcək. Çünki mən də bilirəm zaten bunu və qəbul eləmişəm içdən olaraq. Amma bunu qəbul etməyib, bəzən müəyyən duyğular var, ola bilir ortada kökündə ki, məsələn, insanların qınağından qorxmaq, mənfi duyğulardır bunlar ki, və yaxud da ailəyə özünü isbatlaya bilməmək, valideynlərimin gözündən düşmək kimi negativ duyğular kökdə olanda və bunlar işlənməyəndə insanda özgüvən sınması, yəni türklər demiş, kaçınılmaz olur ki, bir dənə belə səhv etməkdən o qədər qorxursan ki, və o qorxu ilə istər-istəməz hansı bir səhv edirsən. Bəlkə də sən stressiz və özgüvənli şəkildə bunu qəbul etdiyini bilərək o pianonu çalsan, heç o qədər səhv eləməyəcəksən. Amma o qədər o mənfi duyğularda ola bilir ki, bəzən insan o qorxu, o stres gələn anda yəni çala bilmir, edə bilmir bacaracağı şeyi. Çünki nə idi? Biz nə demişdik psixologiyada? Düşüncələr bizim davranışlarımıza təsir edir. Biz mənfi olduğumuz vəziyyətdə nə qədər mənfi düşünəcəyiksə, o qədər də hərəkətlərimiz özünü göstərəcək. Siz demiş, pianino çaldığım an mən fikirləşirəm ki, hayda mən bu yarışmada hamı mənə baxır fikirləşsəm, artıq barmaqlarımı mən idarə eləməyəcəm. Barmaqlarım sadəcə avtomatik şəkildə idarə olunacaq da, çünki bilir bu mahnını çalmağı. Fikir o qədər o duyğulara gedir ki, piano çalmağı unudur insan. Yəni mən nə edirəm? Birdən belə olur, birdən gəlir ki, piano çalıram, hansına basmalıydım? Birdən beyin belə formatlanır ki, yəni yetər. Və o çalacağın pianonu belə unudursan o stresin içində. Yəni bu və buradan axır sözdə deyim ki, gəlir ona çıxır ki, insan özünü nə qədər qəbul etməyi bacarırsa, zəif, həm güclü yönləri ilə, həm də zəif yönləri ilə nə qədər reallığı görüb
bunu qəbul etməyi bacarırsa, özünün zəif nöqtələrini bir-bir qəbul edə bilirsə, qəbul etdiyi dərəcəyə görə özgüvəni də artır. Nə qədər ki özünü qəbul edə bilir, o qədər özgüvəni artır. Bəli, çünki qəbul etdiyini biləcək. Yəni mən bunu bilmirəm, bacarmıram. Nə edə bilərəm? Bacarmaq istəyirəmmi hal-hazırda? Məsələn, mən istəyirəm piano çalmağı öyrənmək. Bilsəm çox vaxtım da var. Niyə də olmasın? Eləyə bilərəm. Və başlayıram öyrənməyə. Qəbul edirəm ki, bilmirəm və öyrənirəm. Öyrənmə sürəcindəyəm. İndiki davam edəcəz amma və bu sayda nə olacaq nəticə etibarilə? Mən onu yaxşı bir şəkildə, normal bir şəkildə öyrəndim. Çünki mükəmməl öyrənə bilməyə bilərəm. Çünki məsələn yaşlıqda zaten yoxdur elə bir şey. Hər insan səhv eləyəcək. Yəni mükəmməl mən 1 ayda öyrənmişəm. Təbii ki, 5 ayda öyrənən insana daha az biləcəm. Nəysə, mən bu məntiqi şəkildə təhlilini apara bilsə bir insan zaten heç vaxt özgüvənini sarsıtmaz. Amma bizim özgüvənimizə ən çox təsir edən faktorlardan ən birincisi ailədir. Və təbii ki, ailədən doğan bizim təməl inanclarımızdır. Özgüvən ümumiyyətlə mən düşünürəm ki, problemlərimizin çoxsunun təməlində təməl inanclarımız dayanır da. Məsələn, mən bacarmaram düşüncələri o qədər bizə hopdurulub ki, mən eləyə bilmərəm. Sən bunu eləmə, qoy maman eləsin, qoy atan eləsin, qoy qardaşın daha yaxşı eləyir. Qonşunun uşağı daha yaxşı eləyəcək. Bu uşaq artıq bir zərbə özgüvən yerlərdədir. Bu uşaq bir şeyləri başarmağa cəhd eləsə, özgüvən inkişaf eləyər, amma cəhd eləmir. Yəni eləmək istəmir. Çünki bilir ki, alınmayacaq. Elə bilir. O da nədir? Düşüncə. Düşüncə hər şey düşüncədən başlayır. Bir insan əgər düşüncələrini sağlam tutsa, məntiqli tutsa, o insan davranışları çox qəşəng şəkil alacaq. Amma bizim mənfi cəhətimiz odur ki, biz birinci bir hadisə qarşısında donub qalırıq və düşüncələrimiz hərəkətə keçmir. Duyğularımızla hərəkət edirik. Beynimizin prefrontal korteksini çox arxa plana atırıq dostlar. Ona görə deyirəm ki, məsələn, təməl inanclar deyirəndə, məsələn, bir imtahan olur. Deyirəm, mən bunu 91 almışam tutaq ki də. Mən necə zəif adamam, amma 91 nədir? 91 nədir mən almışam. Mamam o qədər deyir ki, sən çox mükəmməl olmasan, mükəmməliyyətçi valideynin uşaqları tutaq ki, 91-də 100 almalıyam da mən bu imtahandan. 100 almadınsa heç nəsən, yoxsan. Bir pasiyent var idi, mən onun söhbətində müzakirəsində qulaq asmışdım. Deyir ki, bəs neynəmişəm ki mən? Bir universitet bitirib, bir də magistratura bitirib, hal-hazırda qəşəng bir yerdə işləyirdi də. Neynəmişəm ki, deyir mən, bunlar nədir ki? Bunlar hər kəsin bacaracağı şeylərdir də. Eynən, çox situasiya var belə və insan həqiqətən məyus da olur bəzilərinin görə. Deməli, sən yaşlandıqca ola bilər, yəni bəzən görürsən də, səndən daha yaxşı gənclər var. Məsəl üçün, bir qadın var idi, 40 yaşı ortalama olardı və qadında biraz gecikmişlik hissi var idi. Çünki özündən biraz aşağılara baxır ki, təlim aldığı psixoloqlar, koçlar belə cavandır, 25-30-lu tipli yaşlardadır. Nə bilim, indiki gənclər belə çox aktivdir. Özü də ki, müəllimə işləyir və qazancı qane eləmir də özünü. İstədiyi yerdə deyil də, belə deyək. Və o özü üzərində çox işlədi, müəyyən qədər psixolojik və s. Və o qədər yaxşı yerlərə birdən qalxdı ki, məsələn, belə bir situasiya var. 20 yaşında sən hansısa bir işə baş qoşursan, belə deyək, işə başlamaq istəyirsən. Və bu insan 40 yaşında həmin işə başlamaq istəyir və belə bir fərq var ortada. O insan 40 yaşındakı qadın da işə başlayan kimi artıq onun müəyyən qədər müştəri bazası var idi. Okay? Yəni bu insan istədiyi işə başladı və artıq müəlliməlikdən onun müəyyən bazası, müştəriləri, tanışları çox idi və birdən qalxdı həmin qadın. 40 yaşındakı qadın. Birdən qalxdı. Niyə? Çünki artıq bazası var idi, müəyyən təcrübəsi var idi. 20 yaşlı bir gəncə görə daha təcrübəli idi. 20 yaşlı bir həmin gənc də o işə başlayır. 40 yaşındakı bu qadın da işə başlayır. 20 yaşındakı artıq müəyyən şeylərdən keçməlidir. Amma bu qadın artıq hər şeydə təcrübə var, baza var, müştərilər belə hazırdır. O işə başlayan kimi artıq sıçrayış yaşadı da, belə deyək. Yəni əslində gecikmə söhbəti yoxdur. İnsanın öz
algı məsələsidir mən gecikirəm. Əksinə, Bəli. sən yaşlandıqca sənin təcrübən daha çox olur. Sənin tanışların, ətraf mühitin, networking deyək də, yəni Connection. evet. Yəni əslində bu yaxşı bir şeydir. Sadəcə olaraq biz elə görürük, elə baxırıq. Bəzən bəhanə də olur ha insanlara. Ki mən gecikmişəm, mən istəmirəm. Bu yaşdan sonra kim universitet oxuyacaq? Və yaxud da artıq məndən keçib. Etmək istəmir, başlamağa belə ərinir və yaxud da yəni belə şeylər olur. Amma bəzi həyat şərtləri var ki, razılaşa bilərik ki, onun məsələn həyat şərtləri icazə vermir ona hal-hazırda. Məntiqli cəhətdən o eləyə bilməz. Amma bəziləri sadəcə bəhanə. Deməli, Aka Gündüz ümumiyyətlə biz bu mövzunu əvvəlcədən biraz daha araşdırdıq birlikdə ki, əlavə məlumatlar da verə bilək, tədqiqatçıların apardığı araşdırmaların nəticələrini də bölüşə bilək. Ona görə mən sizə belə tədqiqatçıların adlarını çəkirəm, çünki mənim fikrim olaraq məsələn bunu ortaya qoysam yanlış anlaşılar, yəni başqasının hərəkətinə, araşdırmasına hörmətsizlik olar. Ona görə belə adlarını çəkirəm. Deməli, Aka Gündüz 2006-cı ildə nəsə bir tədqiqat aparıb və nəticəyə gəlib ki, insan özgüvən insanın özünə yönəlik olumlu düşüncələr inkişaf etdirməsi nəticəsində ətrafındakılarla və özü ilə uyumlu olması durumudur. Yəni bu insan öz düşüncələrini, yenə gəlir düşüncəyə çıxır məsələ, düşüncələrini gəlişdirib, inkişaf etdirib və nə olub? Ətrafındakılarla ünsiyyətləri artıq olumlu olmağa başlayıb. Bu da hansı haldan baş verə bilər? Məsələn, müqayisənin olmaması. Əsas məsələ, yəni mən belə düşünürəm. Məsələn, bilirik ki, artıq ən azından dərk eləməksək də bir çoxumuz belə söz olaraq da bilirik ki, mükəmməl insan yoxdur və mükəmməl deyə bir şey də yoxdur. Hamısı beynimizin bir illüziyasından ibarətdir. Və bir insan ki, özünü müqayisə eləyir digər insanlarla, ətrafındakılarla müqayisə eləyir və onları keçməyə, mükəmməl olmağa cəhd göstərir. Bu heç zaman alınmayacaq zaten. Çünki həmişə ondan daha yaxşısı olacaq. Belə bir reallıq var. Ona görə insan öz sərhədləri daxilində həmişə özünün keçmiş versiyası ilə yarışda olmalıdır. Nəinki ətraf mühitdəkilər və yaxud ondan daha pisi, ondan daha yaxşıdır, bu daha pisdir, o belədir, bu belədir, yox da. Öz sərhədlərinə və başqalarının sərhədlərinə hörmət edərəkdən özünü inkişaf etdirməsidir. Yəni ki, sənin dəyərin, sənin özgüvənin, sənin xüsusiyyətlərin kənar şəxslərdən asılı deyil. Sən özünlə rəqabətdə olmalısan və bu da sən də avtomatik, yəni keçmiş versiyandan daha yaxşı olursan get-gedə. Rogers'ın dediyi. Deməli, sizin dediyiniz Rogers'ın mənlik və ideal mənlik fikirlərinin üst-üstə düşür. Yəni bizim bir həqiqətdə olduğumuz mənliyimiz, bir də ki, çatmaq istədiyimiz mənliyimiz, yəni ideal mənliyimiz var. Və biz daim o ideal mənliyə çatmaq üçün öz mənliyimizi günahlandırırıq. Mən niyə beləyəm? Mən belə olmaq istəyirəm, amma hər zaman günahlandırmaq. Və həmin özümüzü eşitmirik. Real mənimizi eşitmirik. İdeal mən, yəni insan düşüncələri çox olduğu zaman onu keçsin, bunu keçsin və yaxud da həmən bunu keçsin, bu aşağı vəziyyətdə idi və yaxud da digəri daha yuxarıda, onu keçməliyəm düşüncələri olmayanda insan özünü eşidə bilir. Özü keçən il məsələn hansı nöqtədə idi, bu il hansı nöqtədədir, gələn il hansı nöqtədə olacaq və insan özü ilə yarışdadır. Bəlkə mən bunu keçmək istəmirəm. Bəlkə əslində mənim həqiqətən həyatımdakı tutduğum o, nə deyim, ideal bu deyil. Bəlkə mən bu insanla yarışmaq istəmirəm əslində. Eynən. Bir prinsipə düşmüşəm. Bəli, çox zaman elə olur zaten. Baxsan, məsələn siz də eləyə bilərsiniz, özünüz də baxın. İstəklərinizi, məqsədlərinizi bir yazın, bunu tövsiyə edirəm. Yazın və baxın. Neçəsi sizin həqiqi istəyinizdir? Neçəsini bacara bilərsiniz? Yəni real danışaq da. Məsələn, durub mən bir ilə maşın ala bilərəmmi? Yox. Məsələn deyirəm də. Məntiqli edə biləcəyiniz şeylər. Əgər məntiqsiz və çox wow xəyallar qurursunuzsa və buna çox uzaqsınızsa, ideal mənliyə çox uzaqsınızsa, bu zaman bu əlbəttə ki, sizin həm özgüvəniniz düşəcək, həm həvəsiniz düşəcək, həm motivasiyanız düşəcək, hamısı yerlə bir olacaq. Biraz yaxın olmalıdır. Addım-addım bacara bilərsiniz. Bəli, məsələn gəldim müəyyən bir yerə çatdım, maşın almaq üçün. Tamam, motosiklet aldım.
okey 07-də aldın, sonra gedib BMW alırsan deyək. Və yaxud nə bilim, gitar aldın, sonra pianino alırsan. Bir addım sən bu mənlik də elə bir şeydir də, pilləkən kimi düşünün. Real mənlə ideal mənni pilləkən kimi düşünün. Bizim elə zaten çətinliyimiz oradadır ki, biz çox mübarizə aparırıq ideal mənliyə çatmaq üçün. Qəbul eləmirik ki, mənim hal-hazırda budur. Çalışmalıyam, mübarizə aparmalıyam, amma necə mübarizə aparmalıyam da? Durub özümü günahlandırırsam. Və bu da gətirib insanın özünü aşağı və yetərsiz hiss etməsinə gətirib çıxardır. Bu da öz güvənin düşməsi ilə əlaqədar ola bilir. Çünki sən özünü onları çoxdan sahib olma. Hətta dediyim o 17 yaşlı qız. 17 yaşlı qız özünü 50 yaşında bir kişinin yaratdığı və bacardığı həyat tərzinə baxır və mənim niyə yoxdur deyib yetərsizliyə düşür. Halbuki yəni bu insan 50 yaşında bacarır bu şeyləri, indi bacarır hələ. Sənin 17 yaşın var və sən yəni addım irəliləyəcəksən. O da addım elədi zaten. Birdən olmur. Heç nə o Moskva birdən qurulmur teması. Yəni birdən olmur heç nə. O da birdən bacarmadı. Sən də bir şey istəyirsən, addım, maşın mı istəyirsən? Tamam, bu ildən başla, müəyyən hərəkət planlaması elə özün üçün və yavaş-yavaş məqsədinə çatmağa başla. Əlbəttə, hər birimiz yetərsiz hiss etdiyimiz vaxtlar olub. Normal, hər birimizin insan depressiv hiss etdiyimiz, çətin anlar yaşadığımız zamanlar olub. Bizim öz güvənimizdir, bizim şəxsiyyətimizdir. Həmişə bu hadisələrdən sonra şəkillənir deyək. Elədir. Necə? Çünki mən çox bərbad bir hadisə qarşısında ömür boyu depressiya içərisində yaşaya da bilərəm. Bu hadisədən öz payımı düşəni götürüb depressiyamı da çəkərəm, acımı da çəkərəm, amma sonra eyvallah deyib yoluma davam edə bilərəm. Yenə də gəlib hər şey düşüncələrə, hiss etdiyimiz duyğuların yoğunluğuna çıxır. Dediyim kimi də insanlar çox müxtəlifdir, hər kəs fərqli şeylər yaşayır. Yəni hər kəsin fərqli çətinlikləri var. Biri üçün çölə çıxmaq çətindir, biri üçün evdə oturmaq çətindir. Yəni o qədər fərqliyik ki, mən heç kəsə deyə bilmərəm ki, bunu edin, bu zaman özgüvəninizi inkişaf eləyəcək. Biz bunu heç vaxt kiməsə qarşı ümumiləşdirib bir şey deyə bilmərik. Çünki insanlar, amma bir dənə şey ümumiləşdirib deyə bilərik ki, həqiqətən düşüncələrinizə yaxşı baxın. Yəni mən neynədim, niyə belə düşünürəm, mən niyə hal-hazırda çölə çıxmaq istəyirəm, məsələn bu işi niyə görmürəm, mən niyə başlamıram, nədir mənə əngəl olan, özünüzə niyə suallarını verin və məntiqli cavablar verin özünüzə. Eynən, yəni bunu etdiyiniz zaman o öz dediyimiz anlayışı da özünüzdə formalaşdıra biləcəksiniz ki, mən nə istəyirəm. Bu sualı verdiyiniz zaman o biraz əvvəl dediyim məqsədlərinizi yazın və neçəsinin həqiqətən sizin olduğunuza baxın. Niyə yazmaq yaxşıdır? Çünki görürsüz. Görürsüz. Eynən. Neçəsi var da, yəni neçə insan görmüşəm. Məqsədlərini yazır. 90-95% onun öz istəyi deyil. Hətta bəzən heç birini əslində istəmir. Klassik də, baxırıq çevrəmizə, belə şeylər var, mən də bunlardan istəyim də. Eynən və nədir? Yenə özünü bir isbatlama çabası, yetərsizlik duyğularından başlayan bir şeydir ki, və onlar olmasa, mən hal-hazırdakı nöqtədə yetərsizəm. Halbuki elə bir şey yoxdur. Sadəcə olaraq o sikla, o paradoksa düşür. Eyni buradakı bəyimizin dediyi kimi, adını nəysə, deyir ki, özgüvənin iki mərkəzi boyutu var. Biri sevilə bilir olma duyğusudur, biri yetərli olma duyğusudur. Deyir ki, əgər məktəbə gedən bir uşaq utancaqdır, çəkingəndir və çox səssiz ya da ki, çox belə saldıran, yəni döyən, vuran bir uşaqdırsa, bu uşaqdakı göstəricilər uşağın sevilə bilir olduğundan yəni necə şübhə duyduğunu göstərir. Yəni bu uşaq sevilə bilir olma duyğusuna sahib deyil. Çünki nə deyir? Deyir çünki utancaqdır, səssizdir, nə bilim, zorbadır, döyür, vurur. Bunu deyir. Bir də deyir ki, əgər uşaq yeni bir mücadiləyə girərkən bundan ürkürsə, qorxursa, bacarıqsız olmaqdan qorxursa, səhv eləməkdən və bu səhvi eləyəndən sonra həyata qarşı kefi qaçırsa, bu uşağın yetərliliyindən şübhəsi var. Maraqlı bir yanaşmadır əslində.
anlaya bildim. Danışım yoxsa artıq çox geç. Nə? Danışım yoxsa artıq çox. Niyə? Dedim anlayabildiğin yani öyle bir sual verdim. Kəsəcəm də orası. Ha tamam. Kolay artıq. Deməli, bir dəqiqə unutdum. Cümləni bir daha. Yetərlilik və şeydən dedi. Yetərli olma duyğusu Və və seviləbilirlik. Hə. Deməli, hə. İnsanın əsasən bağladığımız nöqtə burada tədqiqatçının dediyi yetərli olmaq və sevilə bilir olmaq özgüvən yaradır bir insanda. Və belə bir şey var. Məsələ nədir? Tamam, bununla razıyam. İnsan sevilə bildiyini hiss eləyəndə qarşılıqsız, yetərli olduğunu hiss eləyəndə bəli, özgüvən yaranır. Bundan əlavə sevilə bilir bir insan ola biləcəyini düşünmək. Kimisə sevdiyini hiss eləmək yox. Mən düşünürəm ki, mən sevilə bilir insan. Ona gəlirəm. Yəni bir nöqtədə sən özün-özünə o sevgini, o yetərliliyi verdiyin zaman ətraf mühitdən onu alma ehtiyacı hiss etmirsən çox da və o qədər belə deyək, takılmırsan kim məni sevdi, kim sevmədi. Çünki zaten ətrafına səni sevənləri yığırsan. Sənə dəyər verən, hörmət edənləri və səni yetərsiz hiss etdirməyən insanları yığırsan. Çünki belə istəyirsən və artıq bu formalaşıb səndə, sən özünü yetərli və dəyərli hiss edirsən və bunu hiss eləmək istəyirsən. Səni artıq yetərsiz hiss elətdirən, dəyərsiz hiss elətdirən, nə bilim, sevgisiz, qayğısız hiss elətdirən insanları həyatında istəmirsən. Çünki bu insanlar olduğu zaman sən tetiklənirsən, belə deyək. Məsələn, kimsə deyir, hə, düşürsən o travmaya, şemana düşürsən və avtomatik səndə o şey yaranır. Ona görə ətraf mühit də çox önəmli bir nüansdır. Ona görə kimlərlə oturub durduğunuza da buradan deyək ki, fikir verin. Çox önəmli bir şeydir. Çalışın sizə hörmət edən, sizi qarşılıqsız və səhvlərinizlə qəbul edən insanların ortamında olun. Əgər yoxdursa, başqa türlüsünü qəbul etməyin. Tək qalmaq daha yaxşı ola bilər. Ümumiləşdirmirəm. Sadəcə bir tavsiyə. Xüsusda yeniyetməlik dövründə gənclərimiz, biz də təbii ki, o dövrdən keçmişik. Ətrafımızda dostlarımız olub, tanışlarımız olub. Yeniyetməlik dövründə biz ən çox özgüvənimizin olub-olmamasını göstərdiyimiz dönəmlərdir. Məsələn, o dönəmlərdə bizim fiziki olaraq bədənimiz reaksiya göstərməyə başlayır artıq, dəyişir. Nə bilim, burun yekəlir və yaxud sivilcələr çıxır. Cinsi yetişmə prosesi baş verir. Yəni, bu dönəmdə uşaqlar necə davranırlar? Məsələn, giririk sinifə, orada zorba davranan, başqalarını əzməyə çalışan, məsələn, qızlar da olur, oğlanlar da olur, məsələn, necə deyim, atıb vuran deyək də. Amma bir kənarda ən sonuncu partada oturub dalan uşaqlar da olur. Bax, bu sinifin artıq özgüvən səviyyəsini ölçdük. Yəni, təxmini bildik ki, kim nədir. Bu zorba davranan insanda burada deyək ki, sevilə bilir olma quşqusu var. Ona görə belə kompensasiya edir özünü. İnsanlara sərt davranırım. Onsuz da mən sevilə bilmərəm də. Yəni, mən sevilmə ehtiyacım yoxdur. Onsuz sevilə bilməm üçün bir şansım yoxdur. Ona görə bu cür özümü müdafiə edirəm, zorba davranıram. Digər uşaqı isə arxada oturan, özünə çox belə insan içinə salmayan, adi bir kiçik bacarıqsızlığından etkilənib həyatı boyu bacarıqsız olacağını düşünən insan isə düşünür ki, mən heç vaxt yetmərəm bu sinifə. Mən durub orada lövhədə danışsam, bir şey olmayacaq da, yəni güləcəklər mənə, nə bilim, yetərli olduğunu hiss eləmir bu uşaq. Bəlkə bu uşaqda sevilə bilir olma quşqusu yoxdur. Düşünür ki, mənim valideynlərim mən belə sevə bilər, amma yetə bilmərəm valideynlərimə. Yeniyetməlik dönəmində niyə bəhs edirəm? Çünki ən kritik nöqtədir. Bəli, ən kritik dönəmdir. Bunu bütün hər kəs bilir. Və bu dönəmdə uşağımızın xarakteristikasını analiz edib artıq necə bir özgüvənə sahib olduğunu görə bilirik daha yaxşı. Və ona o cür yön vermək lazım. Bax, o dönəm ortadan tutturmanız lazım olan ən əsas dönəmlərdən biridir. Çünki çox egosunu şişirtsək, özgüvənini boş sözlərlə doldursaq, necə olacaq? Təbii ki, zorba uşağa dönüşəcək və yaxud nə bilim,
Aşırı narsist, egoist. Bəli, şəxsiyyətində problemlər, qırıqlar yarana biləcək. Bir də ki, bir şey deyəcəkdim. Məsələn, biz uşaqlarla işləyəndə nə edirik? Uşaq məsələn bir şey bacaranda eləyə biləndə ona deyirik, afərin, bunu elədin, bunu yaxşı bacardın. Ona ötürürük ki, sən bunu bacardın. Hə? Uşaqda həqiqətən bacardığı şeydən sonra onu ötürürük ki, sən bacardın. Bir də var ki, bizim valideynlərimiz bunu həqiqətən eləyirlər. Uşaq eləyirlər. Hətta keçən dəfə bir yazıda oxudum bununla bağlı. Deyir ki, siz onu boş sözlərinizlə, boş nətər deyim, oxşamalarınızla egoizm də hardan gəlir? Boşluqdan doğan. Məsələn, bir uşaq böyük bir şey eləmir. Sən necə bacardın? Və yaxud da ki, bunu o uşaq eləməyib. Valideyn eləyib, uşaq da bilir ki, bunu mənim mamam elədi də, mən eləmədim. Amma sən bunu bacardın falan, yalan tərifdir, yalandan edilən, necə deyim, tərif olsun, təşəkkür olsun. Bunlar heç biri uşağın həqiqi özgüvənini, həqiqi şəxsiyyətini formalaşdıra bilməz. Və inanın ki, bunu etdiyiniz zaman yaxşılıq etmirsiniz əslində uşağa. Əslində pislik edirsiniz, belə demək olar. Çünki belə bir uşaq həqiqi həyata atıldığı zaman, düşdüyü zaman bir ortama, digər uşaqlardan daha çox hasar, belə deyə, travma alacaq. Çünki məsələn, atıram, indiyə kimi yox deyilməmiş bir uşaqdır. Gedir universitetə və yaxud da məktəbə, fərqi yoxdur. Hər hansı bir ortama düşür və müəllim kimsə buna yox deyir və yaxud da sən niyə gecikmirsən deyir. Histerika eləyir sonra. Və bu uşaq belə deyək də psixolojik olaraq şoka düşür. Ki, bu nə deməkdir? Sən mənə dedi ki, bir yerdən sordular. Heç dedi ki, mənə dedi ki, sən niyə gecikmirsən? Mənə bu tonla belə dedi. Və bu insan, yəni ümumiyyətlə çox şey deyə bilər. İsterika sala bilər. Mən niyə, sən kimsən kimi böyük bir travma da ala bilər ki, hətta mənə belə dedilər, mən heç nəyəm, mənim artıq bir dəyərim yoxdur, dəyərsizliyə də düşər, yetərsizliyə də düşər, hər formada travma ala bilər bu uşaq artıq. Həqiqətən çox haqlısın. Və elələri var ki, yəni hər şeyi görür, yoxu da eşidir, yəni lazımını da təriflənir, yəni artıq bu insan real həyatdadır. Yəni valideynlər real həyatda artıq müəllimin bunu niyə gecikmirsən deməyi o qədər təsir etməyəcək, çünki reallıqdadır bu insan. Amma bir şey deyim də, həqiqətən mərkəzlərdə mən işlədiyimdə görürəm ki, çox uşaq valideynin çox sevgisindən gəlir. Çox yox deyilməməsindən gəlir. Çox inkişaf ləngiməsi olur uşaqda. Niyə inkişaf ləngiməsi var bu uşaqda? Motorika zəifliyi başlanır. Motorikası zəifdir. Çünki nə, o uşağa evdə bir iş tapşırılmır. Sən yaxşıdır, sən eləmə. Da eləmə, yaxşı, sən eləmə, mən eləyəcəm deyə. Ən azından da uşağa öz məsuliyyətlərini etməyi öyrədir. Sizə demirik ki, bütün evin təmizliyini bu uşağa verin. Öz yatağını yığışdırsın. Bunun balansı olmalıdır və ən azından səhər durdu. İnsan öz kavramını, öz anlayışını formalaşdırmaq üçün bu sənin yatağındır, sənin çarpayındır və sən yığışdırmalısan. Bunu o məsuliyyət, o qədər böyük bir məsuliyyət deyil. Müəyyən bir dozada məsuliyyət yüklüyorsunuz və o gedir onu həll eləyir. Və bir şey bacardım hissi artıq bunda formalaşır və öz-özünü də artıq nə formalaşdı? Özgüvən, öz anlayışı, necə deyək, yəni mən bir şey bacardım, artıq yetərlilik də hətta buradan formalaşa bilər, yəni kömək elədim valideynlərimə. Eynən, artıq mən, yəni çox yaxşı şeylər formalaşır. Ən azından məsələn öz qabını yuması, məsələn, öz qabını yudu və artıq öz hiss eləyir, mən bacardım deyə hiss eləyir. Adi yerin yığdı. Deyirsən ki, afərin, sən öz yerini yığdın, mənə kömək elədin, sən bunu bacardın, özgüvəni formalaşdı, yetərlilik, mən ailəmə kömək eləyirəm, düşüncəsi formalaşdı və valideyn nəyi qazandı? Uşağının ona hər zaman kömək eləyə biləcəyini, başqalarına kömək eləmək hissi aşıladı, hiss ötürdü o uşağa. Biri də var, deyərsən ki, o uşağa sən dəymə, sən yaman gündə yığışdıracaqsan onu. Qoy yaman gündə yığışdırsın. Sən deyir ki, bu qəşəng əla, çox sağ ol, kömək elədin. Biraz burasını da gəl birlikdə düzəldik filan. Görün, bu mu yaxşı olar, yoxsa digər üsulu mu? Təbii ki, indi bizdə ən azından insanda mənim deyə bir şey formalaşacaq. Məsələn, mənim çarpayımdır, mənim telefonumdur, mənim qabımdır və artıq buradan yavaş-yavaş məsuliyyət alma formalaşacaq. Artıq bu insan gələcəkdə öz yerini də tapa biləcək. Bu digər tipli olan da insan gələcəkdə öz yerini də tapmağı bacarmır. Mən kiməm? Mən nə etməliyəm? Mən nə istəyirəm? Bunların heç birinə cavab tapa bilmir uşaq.
Çünki öz yox. Çünki heç vaxt bu insan problem həll eləmir. Bəli, heç vaxt problem görməyib və bir dənə cüzi problemdə artıq buraxacaq bütün işləri, heç nə eləmək istəməyəcək, depressiyaya düşəcək. Deyirik ki, məsələn, valideynlər yaşadıkları problemləri övladlarına çox da hiss etdirməməlidirlər, travma falan yaşamasınlar, çətinlik çəkməsinlər deyə. Tamam, mən buna bəzi qədər razılaşıram. Bir şey var ki, amma uşaqları problemli situasiyaya nə vaxt girirlər çox vaxt. Məsələn, yeriməyi öyrənir uşaq. Yıxılır, gəlirsən, ay balam, yıxıldım, nə bilim nə. Həmən başlayırsan histerika göstərməyə. Sən ağlayırsan, uşaq da deyir ki, mən yıxılanda ağlamalıyam. Qaldırmır. O qalxmağı öyrənməlidir oradan da. Ondan sonra məktəbə gedir uşaq. Məktəbdə ağlayır ki, mama. Mama da hər dəfə yanındadır bu uşağın. Hər dəfə yanına gedir. Yapışıq ikili kimi. Ona görə bəzi belə insanlar var, artıq 30, 40, 50, 60, hətta 70, 80 yaşlarında belə ailədən qopa bilməyən insanlar var. Hələ fərd ola bilmir çünki. Eynən. Fərd yoxdur, nə istədiyini bilmir və hələ də ailənin düşüncəsi ilə yaşayan insanlar var. Yəni bu yaxşı bir şey deyil. İndi biz uzun danışaq. Əslində bu mövzunu danışsaq, bütün gün buradayıq. Sıxılarsınız deyə düşünürük bu qədər çox danışmağımızdan bizim. Əgər sizə maraqlıdırsa, rəy yazmağı unutmayın və suallarınız varsa rəy bölməsində qeyd eləyin və yaxud da hər hansı bir təklifiniz varsa rəylərdə yazın. Biz növbəti dəfə həmin fikri çəkək. Hətta kimsə istəsə birlikdə gəlib burada müzakirə də edək. Əlbəttə, dəvət edirik. Söhbət eləyə bilərik. Bizim xoşumuz gəlir belə söhbətlər. Özgüvənlə bağlı bəzi anlayışlar var. Məsələn, mənlik anlayışı. Türklərdə bənlikdir. Mənlik anlayışı var. Məsələn, necə bir şeydir mənlik? Deyir ki, James, bu insanın özü haqqında deyə biləcəyi sözlərin toplamıdır mənlik. Məsələn, bir insandan soruşursan ki, sən kimsən? Ən maraqlı sualdır mənim üçün. Nə cavab verəcəksən? Özünü təqdim elə deyirlər. Hobbilərin nələrdir deyirlər. Bunlar boşuna deyil. Sən dolumusan, boşmusan yəni. Eynən. Yəni əslində çox sadə bir sual kimi görünür, amma ciddən yəni bütün şəxsiyyəti belə ortaya qoyur. Yəni ki, sən bu suala necə cavab verirsə, o mənliyin o cür qiymətlənilir və onun özgüvəni oradan tapılır. Yəni siz əgər bir insanı yaxından tanımaq istəyirsinizsə, məsələn, o insanla münasibətiniz yaranacaq və ya dost olacaqsınızsa, sən ümumiyyətlə özün haqqında mənə danışsan, kimsən ümumiyyətlə, nələr edirsən? O insan intellekti də oradan bəlli olacaq, o insanın düşüncələri də oradan bəlli olacaq, özgüvəni də bəlli olacaq. O sual əgər utanmaq önə keçməsə. Və inanın ki, bir çox insan bu suallara cavab verə bilmir. Nə qədər sadə sual kimi görünsə də, deyirsən hobbin nədir? Baxır. Nəyi sevirsən, nəyi xoşlayırsan? Baxır. Cavab vermir. Fikirləşir, tapa bilmir. Yəni hətta özünüzə də sual verə bilərsiniz. Mən heç bu haqda fikirləşməmişik ki, mən nə istəyirəm. Eynən. Mən sualı heç düşünməmişik. Çay mı sevirəm, kofe mi sevirəm? Bəlkə heç vaxt bu haqda fikirləşməmişəm, hal-hazırda fikirləşirəm. Yəni hansı növ kitabsa, ömür boyu məsələn mən oxumuşam bədii kitab, məsələn detektiv kitab falan, bu tipli kitabları oxumuşam, amma fikirləşmirsən ki, məsələn hansını sevirəm? Sənə məsələn çay verilibsə, doğulduğun gündən bəri də kofe içməmisənsə, sən elə bilirsən ki, mən çay sevirəm. Yox, heç kofeyə heç baxmamışam. Bir sorğulanmısan, mən bəlkə kofe də sevirəm, kofe içə bilərəm, yəni fərqində deyirik də buna. Özünün fərqində olmaq, həyatın fərqində olmaq. Ümumiyyətlə bir insanın mənlik anlayışı insanın ətrafı ilə olan münasibətlər, dənəyimlərindən, təcrübələrindən çıxartdığı nəticələrə, onlara verdiyi yorumlara görə şəkillənir. Çox oldu. Sözüm kəsmədim, tamam yəni. Ev yox şeyi görsən. Yəni nə deyirəm? Mənlik çox derin. Mənlik anlayışı insanın ətrafı ilə olan təcrübələri və onlara baxdığı baxış açısı, yorumlaması ilə və digər önəmli insanların dəyərləndirmələrindən böyük formada təsirlənən bir anlayışdır. Yəni algılarımız, qavrama biçimimizdir. Yəni biz ətrafımızdakı insanları necə algılayırıq, baş verən hadisələrə necə yanaşırıq. Bu bizim mənliyimizi formalaşdıran nüansdır.